Qrafik əsasən və x və y-in atom kütlələrinin fərqinin 8 olduğuna görə A və XY maddəsinin kütləsini tapmaq tələb olunur. Maddənin kütləsinin tapılmasının molunu molyar kütləsinə vurmaq lazımdır. Burada maddələrin nisbi molekul kütləsini hesablasaq, yəni XO-nun və YO2-nin, x və y-in kütləsini bilmədiyimə görə x, y-inkini də y işarə eləyək. Bu x plus 16, burada 2 oksigen olduğuna görə y plus 32 olmuş olacaq. Bu düsturdan istifadə eləyərək hər ikisi üçün yazsaq, deməli A maddənin molu verilib, A vurulsun x plus 16, onun qiyməti 5,6-dır və digəri A vurulsun y plus 32, onun da qiyməti 6,4-dür. Bu ifadələri tərəf-tərəfə çıxsaq, yəni A vurulsun x plus 16 minus A vurulsun y plus 32. 5,6-dan da 6,4 çıxdığımızda olacaq mənfi 0,8. A-nı mötərizə xərcinə çıxarsaq, x plus 16 minus y plus 32. Deməli, mötərizə xərcinə çıxartdıq. A-nı daxildəki mötərizələri açsaq, x plus 16 minus y minus 32 bərabərdir mənfi 0,8-ə. Bunu da A vurulsun x minus y plus 16 minus 32. Yəni yerlərini dəyişsək, burada deməli x minus y-in 8 olduğunu görə bilirik. Onda A vurulsun 8 plus 16 minus 32 mənfi 0,8-dirsə, onda mötərizənin içi eləyəcək A vurulsun mənfi 8 bərabərdir mənfi 0,8-ə. A olacaq 0,1. Deməli, A 0,1 oldu. Bunu tapdıq. İndi ondan istifadə eləyərək, bax, burada x-in və y-in kütlələrini tapasıyıq. Deməli, 0,1 vurulsun x plus 16 5,6-dırsa, x plus 16 56, x olacaq 40. Digərində 0,1 vurulsun y plus 32 6,4-dürsə, y plus 32 64, y olacaq 32. Onda soruşulan MR XY maddəsinin kütləsi də x və y-in kütləsinin cəmi olmuş olacaq. Yəni 40 plus 32 72. Deməli, cavabımız 0,1 və 72.